bu yay Sabirabadda idim və Sabirabadda təlimlərin necə keçirilməsi, ictimaiyyətdə məlumatlıq səviyyəsinin necə artırılmasını özüm müşahidə etdim. Çünki Sabirabad digər bölgələrlə yanaşı məhz bu məsələlərə gəldikdə həssas bir ərazi sayılır. And in Sabirabad, I also witnessed two important aspects of the project. I think the first aspect is that we work closely with the local authorities, and I think working with them who provides the framework for education, training is essential. Sabirabadda bu layihə ilə bağlı iki olduqca vacib bir aspekt diqqətimi özünə çəkdi. Birinci məsələ ondan ibarətdir ki, yerli icra hakimiyyəti ilə sıx əməkdaşlıq edilib. Çünki maarifləndirmə, ondan sonra təlimlər və məlumatlıq səviyyəsinin artırılmasından biz danışırıqsa, bunun üçün zəmini yaradan onlardır. And the second element that is covered is that indeed the awareness raising is crucial. And of course, as Mr. Babayev already said, the role of the press is of course almost self-evident there. The press is responsible for information on a range of issues, and I'm very glad that the press has been involved in a very active way in spreading the word on this issue, and thereby reaching into each and every aspect or layer, rather, of the society of Azerbaijan. Və Sabirabadda nəzərə aldığım və diqqətimizi çəkən ikinci məsələ ondan ibarət edir ki, bu mövzu ilə bağlı ictimai məlumatlığın artırılması həqiqətən tali yüklü bir məsələdir və Cənab Babayev öz çıxışında kütləvi informasiya vasitələrinin rolunu xüsusilə vurğulamışdır. Zənnimcə bu rol barizdir və hər birimiz bunu anlayırıq. Çünki kütləvi informasiya vasitələri geniş çeşiddə məlumatın toplanılması və yayılmasına görə məsuliyyət daşıyır və sözsüz, xüsusilə bugün müzakirə etdiyimiz mövzu ilə bağlı müvafiq fikirlərin yayılması da məhz kütləvi informasiya vasitələrinə dəlalət edilən bir məsələdir. Çünki onlar bu fikri və bu sözləri ictimaiyyətə çatdıraraq əhalinin demək olar bütün təbəqələrinə yetişə bilirlər. And of course, I also admire the creative way in which the interest of the press was roused, and I think there's no such good stimulus as a competition. So indeed, to have an award for those who have been third best, second best, and the very best in reporting on this project is a very creative way of stimulating your involvement in this. And therefore I'm very glad to be here this afternoon and to be present at this award ceremony. Və əlbəttə, jurnalistlərin bu mövzuya marağını artırmaq üçün yaradıcı bir yanaşmanı görmək və müşahidə etmək mənim üçün çox xoş bir məsələdir. Düzgün buyururlar ki, insanı həvəsləndirməyin ən yaxşı yollarından biri məhz rəqabətin yaradılmasıdır və bu rəqabət səpkisində elə burada toplaşmışıq. Təltiflərinizi alacaqsınız. Üçüncü, ikinci və birinci yeri tutmuş məqalələrin müəlliflərdən bu təltiflər ediləcəkdir və çox şadam ki, bu səpkidə sizin marağınızı və şəxsən özünüzü bu layihəyə cəlb etmək mümkün olmuşdur. Böyük məmnuniyyətlə bugünün ikinci yarısında keçirilən bu mərasimə qatılmışam. So I would like to thank the press for being, if I may express it this way, our honorary participants in the project. Thank you. Ona görə də bu layihə ilə bağlı müvafiq mövzuların işıqlandırılmasına görə, kütləvi informasiya vasitələrinə bu layihədə iştirak etdiklərinə görə fəxri bir iştirakçı kimi dərin minnətdarlığımı bildirmək istərdim. Çox sağ olun. Bilirsiniz ki, təlimlərimiz çərçivəsində həm BMT Əhali Fondu özünün statistikalarından bölüşürdü, həm əlaqədar dövlət orqanları öz informasiyaları ilə bölüşürdü. Eyni zamanda təlimçilərimiz var idi, hansı ki, məsələnin həm nəzəri tərəflərini, həm gündəlik həyatda rastlaşdıqları praktik tərəflərini, hətta tibb işçiləri belə bizim təlimlərimizə qatılırdı, hansı ki, qoyulan problemə bütün aspektlərdən hər tərəfli yanaşmanı təmin edirdi.
və mən hesab edirəm ki, biz gələcəkdə də, yəni necə ki bu layihədə doğrudan oldu və mən bunu çox yüksək qiymətləndirirəm, həm mən, həm BMT-nin Əhali Fondu, həm bizim məsləkçimiz olan səfirlik ki, biz bir təlimlə, bir müsabiqə ilə yekunlaşmadıq. Biz hamımız sosial mediada dostlarıq və mən görürəm ki, davamlı olaraq məsələ mətbuatda işıqlandırılır, davamlı olaraq hər bir mətbuat nümayəndəsi, hətta sosial şəbəkədə belə öz gördükləri ilə bölüşür, praktika ilə bölüşür, BMT-nin Əhali Fondunun statistikalarından bölüşür, öz fikirlərini yazır və s. Və bu layihəyə gəldikdə isə bildiyiniz kimi biz iyul ayının 6-sında, 7-sində təlimləri keçirdik, müsabiqə elan etmişdik və müsabiqənin şərtləri kifayət qədər belə deyim, azad və sərbəst idi, sizə geniş yaradıcılıq imkanları verirdi, istənilən tərəfdən mövzuya yanaşa bilirdiniz. Və layihədə bizim çox yaxşı göstəricimiz həm də ona görə oldu ki, bayaq adını çəkdiyim layihədə, ötən il həyata keçirdiyimiz layihədə bizim 17 iştirakçımız var idi, jurnalist olaraq, mətbuat nümayəndəsi olaraq, onların 15-i məqalə yazmışdı. Amma bu dəfə 19 iştirakçımız var idi və 19-un hamısı bununla bağlı məqalə yazdı. Bərabər bir dünya olsun, qız uşaqları ilə olan uşaqlar arasında heç bir ayrı seçimlik olmasın, qızlara verilən üstünlük, oğlanlara verilən üstünlüklərlə eyni olsun. Əslində biz bir-birimizdən öyrənməyə gəlmişik. Qız evladı ailədə daha şirin olur. Amma gəlin ki, bu reallıqda bu mentalitet var. Yəni biz burada müzakirə edirik. Həqiqətən biz eləyik ki, geridə qalmış şeylərini daşındırmaq lazım. Hansı ki, qadına qarşı olan bəzi hörmətsizliklər, bəzi anlaşılmamazlıqlar var ki, onları gənclərin beynindən silmək, təmizləmək lazımdır. Ona görə də mən özüm də bir dəstəkləyirəm belə tədbirlər, təlimlər çox olsun. Belə təlimlər ki, sizlərə mən şəxsən təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Çünki lazımdır. Bizim Sabirabad gəncləri üçün, ümumiyyətlə Azərbaycan gəncləri üçün çox lazımdır təlimlərdir. Yemək pişirmə mövzusu məsələn, ikimiz də işdən qayıtmışıq. Mən məsələn normal baxaraq ola bilər. Mən qabağa düşüb ağlayarım o yeməyi. Çünki normal kişi başa düşməz, ikimiz də işdən gəlir. O da işləyib gəlir. Mən deməliyəm, nofər. Mənim suallarım sizlərdə bu coşqun yaratmaqdır. Mən bilirəm sizdə belədir vəziyyət. Mən bilirəm sizdə budur istək, budur məsələ. Yəni bunları çıxartmaq lazımdır. Cəmiyyətdə qadın və kişi bərabər hüquqludur. Bunu təbliğ etmək bizim də borcumuzdur və sizin tərəfinizdən keçən tədbirlərdə biraz da bilməklərimizə həmin olur ki, artırıcı biliklərimizi də bunu təbliğ edəcək inşallah.
Mənim də 20 yaşım var, gələ bildim, mən də ailə başçısı olacağam. Yəni, əsas odur ki, hər kəs öz ailəsini seçsin və öz düşüncələrinə görə hərəkət etsin, əsas cəmiyyətin sözləri ilə tutulmasın. Biz ümid edirik ki, bizim səylərimiz gələcəkdə də bir nəticə gətirəcək və bizim cavanlarımız bu mövzuda öz sözlərini deyə biləcəklər və təbliğat apara biləcəklər ən əsas rayonlarda, kəndlərdə ki, hamımız bərabər olaraq bu fenomenin, deməli, selektiv abort deyilən bir fenomenin qarşısını ala bilək, cəmiyyətimiz daha sağlam olsun. Ruslan bəy, qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlığın artırılmasında medianın rolu mövzusunu keçirən müsabiqədə iştirak edərsiniz, qayda bilirsiniz. Bu müsabiqənin əhəmiyyətini dəyərləndirirsiniz. Artıq bir neçə bu mövzuda qız uşaqlarının dəyərinin artırılması ilə bağlı elan olunan təlimlərdə iştirak etmişəm, müsabiqələrdə qalib gəlmişəm və s. Və bildirmək istəyirəm ki, mətbuatda cinsi ayrı seçkilik məsələsi çox önəmlidir. Xüsusilə də ki, qız uşaqlarına çivdə yanaşma məsələsi çox aktualdır. Biz bugün mətbuata nəzər yetirsə görərək ki, daha çox deməli kişilərdən açıqlamalar alınır, ekspertlərin əksəriyyəti kişilərdir. Ümumiyyətlə, mövzularda kişi məsələsi daha üstünlük təşkil edir, dominantlıq kişi tərəfindədir. Hesab edirəm ki, mətbuat bu məsələdə diqqətlə yanaşmalıdır, bərabərliyi qoruyub saxlamalıdır. Xüsusilə də ki, bu qız uşaqlarının valideynlər və ətraf cəmiyyət, ictimai tərəfindən deməli, adətdən gələn o stereotiplər var ki, onlara pis yanaşılır falan, ayrı seçkilik salınır. Bu məsələlərə biz mətbuat tənqidi yanaşmalıdır. Qız uşaqlarının dəyəri təbliğ olunmalıdır cəmiyyətdə. Elə mən də bu yazımda daha çox deməli, uğurlu qız uşağı olan ailələrin uğurları, hansı ki o qız uşaqları o ailələrin başını uca eləyib, hansı ki o qız uşaqları valideynləri üçün bir fəxr yeri olub, bu haqda danışmışım və konkret misallara, nümunələrə istinad eləmişdim və bu yer tutdu bu qədər. Mən balacayam, amma güclüyəm. Mən balacayam, amma güclüyəm. Mən yıxılsam, həmişə qalxmağa hazıram. Mən yıxılsam, həmişə qalxmağa hazıram. Mən xoşbəxtəm. Mən xoşbəxtəm. Mən özümə güvənirəm. Mən özümə güvənirəm. Mən bacarıqlıyam. Mən bacarıqlıyam. Mən dəyərliyəm. Mən dəyərliyəm. Mənim qanatlarım var. Uçmağa heç nə mane ola bilməz. Mənim qanatlarım var. Uçmağa heç nə mane ola bilməz. Mən hamıya sevinç bəxş edirəm. Mən hamıya sevinç bəxş edirəm. Mən maneələrdən qorxmuram. Mən maneələrdən qorxmuram. Mən öyrənməyi sevirəm. Mən öyrənməyi sevirəm. Mən səni sevirəm. Dünyalar qədər sevirəm. Mən səni sevirəm. Dünyalar qədər sevirəm. Mən sevilirəm və ətrafımdakıları sevirəm. Mən sevilirəm və ətrafımdakıları sevirəm. Sən mənim ən yaxın dostumsan. Sən mənim ən yaxın dostumsan. Nə yaxşı ki, sən varsan. Nə yaxşı ki, sən varsan. Sənə həmişə arxalana bilərəm. Sənə həmişə arxalana bilərəm. Sən qızım, sən. Sən hər şeydən vacibsən. Sən hər şeydən vacibsən. Sən hər şeydən vacibsən. Gücümü səndən alıram. Gücümü səndən alaram. Bu həyat səninlə daha gözəldir. Bu həyat səninlə daha gözəldir. Nə yaxşı ki, sən mənim qızımsan. Raminə xanım, qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlığın artırılmasında medianın rolu mövzusunu keçirən müsabiqənin qaliblərindən birisiniz. Bu müsabiqə əhəmiyyətində ibarətdir. BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi çox maraqlı ötən ildən başlayaraq çox maraqlı bir layihəyə həyata keçirməyə başladı. Burada biz jurnalistlər arasında qız uşaqlarının təşviqi ilə bağlı təlimlərin keçirilməsi və daha onun ardı olaraq müsabiqələr təşkil olunmalı idi. Çox maraqlıdır ki, bu təlimlərdə jurnalistlər
cəlb olundu və jurnalistlər özləri könüllü şəkildə müraciət etdilər həmin təlimə. Və təlim müddətində biz müxtəlif mövzularda olan ekspertlərin fikirlərini öyrəndik və həqiqətən də çox şey öyrəndik. Əslində bu mövzu çox aktual mövzudur. Ona görə ki, Azərbaycanda doğrudan da qız uşaqlarının azalması son illərdə müşahidə olunur. Bu da onunla bağlıdır ki, doğulan uşaqların, oğlan uşaqlarına nisbətən qız uşaqlarına nisbəti çox ümumi standartlara uyğun olaraq daha çoxdur. Yəni buna görə də Azərbaycanda bu mövzuda müzakirələrin aparılması və bunu ictimaiyyətin nəzarətinə verməsi, ictimaiyyətin bu sahədə mövzuya köklənməsinə böyük ehtiyac var. Buna görə də biz həmin mövzuda təlimlərdən sonra müsabiqələrə qoşulduq və müsabiqələrdə doğrudan da eyni vaxtda 20-dən çox jurnalist bu müsabiqədə aktiv iştirak elədi. Bu o deməkdir ki, biz mediada eyni vaxtda böyük bir bu mövzuda necə deyirlər, vulkan püskürtdü. Yəni bu mövzuya insanların fikirlərini cəm elədik. Hamı bu mövzuda fikirləşməyə başladı. Hətta deyim ki, mən bir neçə keçən iştirak elədiyim müsabiqədən sonra həmin yazını oxuyandan sonra hətta bir neçə xanım abortdan imtina eləmişdi. Bu çox böyük bir, mənim üçün bir xoş bir hal idi ki, həmin xanım bu haqda məlumatı oldu. Yəni bir qədər düşüncələri biraz fərqli idi, amma ki biz onu bir yazı ilə fikrini dəyişdirə bildik. Bundan başqa bu il növbəti dəfə biz müsabiqəyə qoşulduq və müsabiqə bu dəfə bir qədər başqa formatda idi. Yəni burada müxtəlif formada jurnalistlər mövzular qoya bilərdi, amma ki bizim ana mövzumuz yenə də qız uşaqlarının təşviqi ilə bağlı idi. Bununla bağlı çox maraqlı fikirlər söyləndi. Bununla bağlı BMT özü maraqlı layihələr keçirdi. Atalar, qızlar və bölgələrdə, xüsusən bölgələrdə oğlan uşaqlarının, oğlan cinsindən olan gənclərin arasında bu layihə davam elətdirildi. Və ən maraqlı odur ki, doğrudan da biz jurnalistlərin, medianın bu işdə rolunu biz gördük ki, doğrudan da lazım olsa insanlar arasında, cəmiyyət arasında bəzi stereotipləri aradan qaldırmaq olar və bu insanlar fikirlərini dəyişdirə bilərlər. Selektiv aborta gəlincə isə doğrudan Azərbaycanda son vaxtlar selektiv abortlar, yəni daha çox qız uşaqlarının azaldılması, oğlan uşaqlarının istəyin çox olmağı yenə də davam eləyir. Yəni gələcəkdə də inşallah çox istəyərdik ki, bu mövzuda BMT özü də təşəbbüsünü davam elətdirsin və jurnalistlər də yenə mediada bu işdə fəal iştirak eləsin. Çünki qadın bütün cəmiyyətlərdə cəmiyyətin onurğa sütunudur və qadınların azalması cəmiyyət üçün gələcəkdə doğrudan da böyük bir təhlükə yarada bilər. Bu yay Sabirabad'daydım və Sabirabad'da təlimlərin necə keçirilməsi, ictimaiyyətdə məlumatlıq səviyyəsinin necə artırılmasını özüm müşahidə etdim. Çünki Sabirabad digər bölgələrlə yanaşı məhz bu məsələlərə gəldikdə həssas bir ərazi sayılır. And in Sabirabad, I also witnessed two important aspects of the project. I think the first aspect is that we work closely with the local authorities, and I think working with them who provides the framework for education, training is essential. Sabirabad'da bu layihə ilə bağlı iki olduqca vacib bir aspekt diqqətimi özünə çəkdi. Birinci məsələ ondan ibarətdir ki, yerli icra hakimiyyəti ilə sıx əməkdaşlıq edilir. Çünki maarifləndirmə, ondan sonra təlimlər və məlumatlıq səviyyəsinin artırılmasından biz danışırıqsa, bunun üçün zəmini yaradan onlardır. And the second element I discovered is that indeed the awareness raising is crucial. And of course, as Mr. Babayev already said, the role of the press is of course almost self-evident there. The press is responsible for information on a range of issues. And I'm very glad that the press has been involved in a very active way in spreading the word. Təəssüratlar bağlanır və onunla savayda həm də əl işlərini öyrənir. Çox maraqlı və unikal bir festivaldır, təəssüratlara. Bu
bu yay Sabirabadda idi və Sabirabadda təlimlərin necə keçirilməsi, ictimaiyyətdə məlumatlıq səviyyəsinin necə artırılmasını özüm müşahidə etdim. Çünki Sabirabad digər bölgələrlə yanaşı məhz bu məsələlərə gəldikdə həssas bir ərazi sayılır. And in Sabirabad, I also witnessed two important aspects of the project. I think the first aspect is that we work closely with the local authorities, and I think working with them who provides the framework for education, training is essential. Sabirabadda bu layihə ilə bağlı iki olduqca vacib bir aspekt diqqətimi özünə çəkdi. Birinci məsələ ondan ibarətdir ki, yerli icra hakimiyyəti ilə sıx əməkdaşlıq edilib. Çünki maarifləndirmə, ondan sonra təlimlər və məlumatlıq səviyyəsinin artırılmasından biz danışırıqsa, bunun üçün zəmini yaradan onlardır. And the second element that is covered is that indeed the awareness raising is crucial. And of course, as Mr. Babayev already said, the role of the press is of course almost self-evident there. The press is responsible for information on a range of issues, and I'm very glad that the press has been involved in a very active way in spreading the word Qeyd olunan mövzu ilə bağlı Kaspi qəzeti olaraq bizdə mütəmadi yazılar yayımlanır. Demək olar ki, tək mən yox, digər müxbirlərimiz tərəfindən də. Amma BMT-nin əhali fondu tərəfindən belə bir müsabiqənin keçirilməsi də yaxşı oldu. Çünki mətbuatın digər, belə deyək də, mətbuatda çalışan digər həmkarlarımızın da diqqətinə gəldi. Düzdür, mətbuatda yazılar gedir, amma daha çox olmasının, belə deyək də, daha çox xeyri ola bilər. Çünki maarifləndirici istiqamətdə bir yazılar oldu. Demək olar ki, yazıların hamısını da izlədim. Hamısı maraqlı, müəyyən qədər auditoriyaya təsir etmək gücünə malik yazılar idi. Hamısı məncə qalib olmağa layiq idi. İndi seçim eləyiblər, yəqin ki, onlara da çətin olub. Hər kəs təbrik edirəm. İnşallah, belə deyək də, qızlarımızı sevək. Oğlan və yaxud qız fərqi olmadan məncə övladı sevmək lazımdır. İkinci yerin növbəti sahibi Ramid İbrahimov. Və birinci yeri elan edirəm. Aygün Əhmədova. Dediyim kimi, digər bütün iştirakçılarımız həvəsləndirici mükafata layiq görülüblər 100 azın məbləğində və mən bütün iştirakçılarımızı, digər iştirakçılarımızı da dəvət edirəm onların sertifikatlarını təqdim eləmək üçün. Fərqanə Allahverdi qızı. Xatun Etibar qızı. Vüsalə Xanəmmədova. Rafiq Hacılı. Aytən Məmmədova. Aynur Osman qızı. Necimə Kərimova.
Fərmanova. Mən Müşfiq Abdullayev, mən onu sona bilərəkdən saxladım, çünki Müşfiq təzəlikcə qəza keçirib, amma gəlib bugünkü tədbirə, bilmirəm, ona gəlmək narahatçılıq olmayacaqdır. Biz sizə yaxınlaşırıq.